Bismillahirrahmanirrahim. Bugün istəyirəm elə bir mövzudan danışım ki, insanları çox narahat edir. Biz insanlara nəzər salanda görürük ki, insanlar həyatlarından narazıdırlar. Daim şikayət edirlər. Şikayət ab-ı havasındadırlar. İstir bu ailədə olsun, istir ətrafda olsun, istir işdə olsun. İnsanlara bir narahatsızlığı var, bir narahatlığı var. Daim şikayət halındadır. Bilirsiniz, şikayət öz başına baş vermir. Bunun kökü var, səbəbi var. Daxili bir narahatlığı göstərir şikayət. Razı adam, rahat adam, huzurlu adam şikayət eləməz. Əgər insan şikayət edirsə, deməli narahatdır. Şikayət bunun huzurunu, aramlığı əlindən alıb. Aram deyil insan. Bunun mənəvi və psixoloji səbəbləri vardır. İlk öncə mənəvi səbəblərdən başlayaq. Düzdür, səbəblər çoxdur. Sadəcə biz bir neçəsinə işarə etmək istəyirik. Birinci mənəvi səbəbi qəlbin narahatlığıdır. Qəlbin və ruhun narahatlığı. Ruhun dərinliyində bir narahatlıq var insanda. Baxmayaraq Quran buyurur ki, "Ələ bi zikrillahi tətməinnul qulub." Qəlblər yalnız Allahı zikr etməklə aram tapar. Amma bu insan rahat deyil, narahatdır. Çünki qəlbi aram deyil. Bəzi problemlər var ki, daxildə o zahirə vurur. Və adi problemlər onun üçün çox ağır görsənir. Çünki daxili bir narahatlığı var. Qəlbini rahatlatmalıdır. Allahı zikr eləməklə, dua eləməklə, ibadətlə, itaatlə, bu əməllərlə öz qəlbinin o narahatlığını, ruhunun narahatlığını aradan qaldırmalıdır. İkinci bir səbəb şükür etməməkdir. Şükürsüzlük, naşükürlük insanda o neymətə yox, çatışmazlığa yönəldir insanı. İnsan həyatında o olmayan tərəflərə görür. Çatışmayan tərəflərinə diqqət edir. Bu da insan nə edir? Narahat eləməyə başlayır. Məsələn, görür ki, filan kəsin filan şey var, mənim yoxumdur. Filan kəsin övladları belədir, mənim övladlarım elədir. Filan kəsin pulu var, mənim yoxdur. Ancaq yoxlara baxır. Olmayan nöqtələrə baxır. Təbii ki, bu da insanı nə edir? Narahat eləyir. Baxmayaraq Quran buyurur ki, "Lə-in şəkərtum lə-əzidənləkum." Şükür etsəniz artıracağam. İnsan şükür etdikcə Allah nə edir? Neymətini artırır. İndi biz istəsək bu narahatlığı həll eləyək, həyatımızda şükür etməyi artırmalıyıq. Məsələn, gündə 3 dənə neymət yazıb şükür etməliyik. İstər-istəməz Allah bizə bir çox neymətləri verib. Məsələn, birinə sağlamlıq verib. Sağlamlığı qəşəngdir, normaldır, sap sağlamdır, heç bir problem yoxdur. Amma digərinə onu verməyib. Sənin sağlamlığın var, amma imkanlı biri deyilsən. O sağlamlığın qədrini bilməlisən. Onun şükrünü etməlisən. Birinə gözəl övladlar verib. Övladların qədrini bilməlidir, onun şükrünü etməlidir. Yəni, insan şükür etmək halını özündən eləməlidir, yaratmalıdır. Digər bir problem nəfsi tələblərdir. Bu da bir səbəbdir ki, insan narazı olsun, şikayətçi olsun. Axı, nəfs daim rahatlıq istəyir. Daim rahatlıq tələb edir. Ona görə insan nəfsi istəklərini həyata keçirməyəndə başlayır şikayət eləməyə. Bunun üçün nəfsi gərək kontrolda saxlasın. Nəfsini kontrol eləməyən insan böyük bəlalarla üzləşəcəkdir. Ona görə də əvvəldən insan o nəfsi boşluğunu tapmalıdır, nəfsini islah etməlidir, nəfsin qarşısını almalıdır. Onda şikayəti azalacaqdır. Psixoloji səbəblər də çoxdur. Bunun da bir neçəsinə işarə etmək istəyirəm. Birinci budur ki, emosional yüngülləşmə ehtiyacı. Görürsən ki, insan şikayət edir, emosional baxımdan yüngülləşmək istəyir. İstər-istəməz öz narahatlığını danışır, öz problemini danışır, yüngülləşir, rahatlaşır. Şikayət formasında danışır. Və insanlar da bilir ki, bu şikayət edir. Əslində, bu dərdini danışmaq istəyir. Sadəcə bu şəkildə danışır. Yəni, onun dərdini danışması, şikayətlənməsi, onun pis olması demək deyil. Amma bu yüklənib, sadəcə yüklənib deyil bu insan. Yüklənməyini özündən atmaq üçün danışır. Danışır, rahatlaşdırır özünü. Bunun üçün nə etməlidir? Bunun üçün ilk öncə insan öz problemlərinə yox, hisslərinə köklənməlidir.
öz hisslərini tanımalıdır. Mən hal-hazırda nə hiss edirəm? Hissim nədir? Niyə bu qədər mən narahatam? Onu tapmalıdır. Nə qədər problemə fokuslansa, onun problemi həll olmayacaq. Sadəcə hissini tanımalıdır. Bilməlidir nə hiss edir. İkincisi, diqqət və dəstək ehtiyacı. Adətən bu xanımlarda çox rast gəlinir ki, yoldaşından diqqət istəyir, yoldaşının dəstəyinə ehtiyacı var, o dəstəyi almayanda, o diqqəti almayanda şikayətlənir. Başlayır şikayətlənməyə. Bunun üçün də şikayətləndikcə qarşı tərəf narahat olur. Görürsən, bəzən söhbət düşür, davadalaş düşür. Onun üçün də qarşı tərəflə danışmalıdır və öz ehtiyacını qarşı tərəfə normal şəkildə bildirməlidir. Şikayət formasında deməməlidir bunu. Normal şəkildə danışmalıdır, dərdini bölüşməlidir ki, o da onun dərdini anlasın, başa düşsün. Digər bir şikayət səbəb olan amil stres və tükənməkdir. İnsan stres yaşadıkca beyin tükənir, beyin həssaslaşır və bu uzun müddət davam etdikcə gətirib şikayətə çıxardır, şikayət eləməyə başlayır. Çünki şikayəti artırır stres. Əslində burada səbəb şikayət deyil, tükənməkdir. Tükənib insan, yorulub. Bunun üçün nə etməlidir? Yaxşı yuxu rejimi olmalıdır, rahat dincəlməlidir, təmiz havaya çıxmalıdır, gəzməlidir, parka getməlidir. Beyni dincəlsin, beyni rahatlaşsın, yorğunluğunu atsın, stresini atsın. Və sonuncu bir səbəbi də deyim, negativ düşüncələrdir. İnsan uşaqlıqdan belə böyüyüb ki, öz fikrini negativ şəkildə bildirməlidir. Bu cür şikayətlənməlidir. Belə görüb, belə götürübdür. Daim nə edir? Negativ şəkildə öz fikrini bildirir. Və bu yolla şikayətlənir. Bu da təbii ki, insanları narahat edir. Bunun əvəzində biz negativ düşüncələrimizi kontrol etməli, negativ düşüncələrə fokuslanmamalı, sadəcə problem nədirsə onu tapıb həll etməliyik. Problemi doğru şəkildə həll etməliyik. Ehtiyac olarsa bir dəstək də alıb, biz psixoloji yardım da eləyib bu problemin kökünə varıb onu həll etmək lazımdır. Bu qədər. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.